Azərbaycan Konstitusiyasında hər hansı bir dəyişikliyin edilməsinə ehtiyac duyulmadığını Ermənistan çox yaxşı bilir. Ararat Mirzoyanın Bakı ilə İrəvanın bir-birinin konstitusiyasından narazı olduğunu iddia etməsi daha çox daxili ictimai rəyə hesablanıb. Söhbət Azərbaycan Xalq Cümhuriyyətinin varisliyindən gedirsə, Ermənistan da özünü Ermənistan Demokratik Respublikasının varisi elan edib. Bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli Ararat Mirzoyanın açıqlamasına münasibətində bildirib. Onun fikrincə, bu varislik hüquqi vərəsəlik amilindən daha çox mənəvi vərəsəlik xarakteri daşıyır. Mirzoyanın özü də bunu bilir, lakin bu açıqlamalarıyla Ermənistan daxilindəki mübahisələrin qarşısını almağa çalışır deyə ekspert qeyd edib. Ararat Mirzoyanın fikirlərini müəyyən qədər balans yaratmağa xidmət edən açıqlama kimi qiymətləndirmək lazımdır. Bu daha çox qənaətimə görə Ermənistan daxili ictimai rəyinə hesablanmış addımdır. Çünki mahiyyət etibarilə Azərbaycanın konstitusiyasında hər hansı bir dəyişikliyin edilməsinə ehtiyac duyulmadığını Ermənistan çox yaxşı bilir. Prinsip etibarilə və indiki şəraitdə Azərbaycanın nəinki konstitusiyasında, digər hüquq normativ aktlarında, ümumiyyətlə hətta prinsip etibarilə hərbi doktrinasında belə Ermənistana qarşı ərazi iddiası yoxdur. İctimai rəydə bir tərəfli qaydada hər hansı bir fikir səsləndiriləndə revanşçı qüvvələr və əleyhdarlar bunu Ermənistan hakimiyyətinə qarşı istifadə etməyə cəhd göstərirlər. Amma bu balanslı şəkildə bir fikir səsləndiriləndə daha çox reallığın Ermənistan cəmiyyətinə çatdırılmasında xidmət edir.